Hər birinizə salam olsun. Yenə də strategiyadan danışacağıq. Bəzən çox gözəl strategiya hazırlayırıq. Elə gözəl ki, lap nağıllardakı kimi yemə, içmə, xətti xalına, gül camalına tamaşa elə. Amma digər ki, hər bir addımın saat mexanizmi qədər dəqiq ölçülüb biçilmiş bir strategiya praktikada özünü doğrultmur. Belə olanda müştəri də qayıdır ki, qaqa sən yazdığın strategiya işləmədi. Təəccüblənirsən ki, necə yəni işləmədi? Biraz dərinə gedirsən, vəziyyəti analiz edirsən, baxıb görürsən ki, bu yetim strategiya elə ləyaqda icra edilib ki, onun işləməsindənsə ölünün kəfəni yırtması daha realdır. Lap bu lətifədəki kimi. Deməli, qoca bir qarı məscidin yanındakı nəzir qutusuna əlləri əsə bir neçə qəpik pul atır, sonra yolu keçəndə yola baxmır, bir maşın gəlir, vurur, sərir bunu yerə. Həmin məqamda cavan bir oğlan bu nəzir qutusuna pul atmaq istəyir. Yerə sərələnmiş qadın bunu görür, özünü bir təhər toplayıb qışqırır. Ay oğul, dayan, ora pul atma. Nəzir qutusu işləmir.